Salam əziz uşaqlar. Bizim bugünkü mövzumuz 4-cü sinif Azərbaycan dili dərsindən zərf. Zərf hərəkətə rəng qatır. Cümlədən göründüyü kimi zərf hərəkətə aid olur. Gəlin baxaq videoya. Adamın maşını sürdüyünü görürük. Mən sizə sorursam ki, uşaqlar, maşın necə sürürlər? Cavab verərsiniz ki, maşını yavaş sürürlər. Bəs indi maşını necə sürürlər? Burada isə maşını sürətlə sürürlər. Yavaş sürmək, sürətlə sürmək. Burada işlənən yavaş, sürətlə zərfdir. Verilmiş sözləri sürmək feili ilə işlədərək söz birləşmələri düzəldin və hər bir sözə uyğun gələn sualı müəyyən edin. Çox sürmək. Sual verək. Nə qədər sürmək? Çox sürmək. Geri sürmək. Hara sürmək? Geri sürmək. Sürətlə sürmək. Necə sürmək? Sürətlə sürmək. Axşam sürmək. Nə vaxt sürmək? Axşam sürmək. Çox, geri, sürətlə, axşam. Bu sözlər zərfdir. Demək, zərf nə olur? Zərf feilin, yəni hərəkətin necə, harada, nə vaxt, nə qədər və hansı şəkildə baş verdiyini bildirən sözdür. Məsələn, uşaq sürətlə qaçdı. Sürətlə qaçdı. Necə qaçdı? Sürətlə. Qaçmaq feilinə aiddir və hərəkətin burada necə, hansı şəkildə icra olunduğunu göstərir. O səhər durdu. Durdu, nə vaxt durdu? Səhər. Burada da hərəkətin nə zaman baş verdiyini bizə göstərir. Zərfin əsas sualları hansılardır? Necə, hara, nə vaxt, nə qədər? Gəlin nümunələrə baxaq. Necə? Tez-tez, astadan, cəld, ucadan və s. Hara? Yaxında, uzaqda, aşağı, yuxarı və s. Nə vaxt? Bugün, dünən, indi, sabah və s. Nə qədər? Çox, az, biraz, bir qədər və s. Demək ki, bu suallara cavab verən sözlər zərf sayılır. Nümunəyə baxaq. Leyla sakit danışır. Burada sakit sözü danışır, yəni hərəkətə aiddir. Hərəkətin necə icra olunduğunu bildirir. Sakit sözü burada zərfdir. Nümunə 2-yə baxaq. Uşaqlar çöldə oynayır. Çöldə oynayır. Harda oynayır? Çöldə. Deməli, burada da çöldə hərəkətə aiddir. Hərəkətin harada icra olunduğunu bildirir. Burada da çöldə sözü zərfdir. Və belə ki, zərfin mənaca növləri yaranır. Tərzi hərəkət zərfi, yer zərfi, zaman zərfi və miqdar zərfi. Tərzi hərəkət zərfi hərəkətin necə, nə cür, nə tərzdə icra olunduğunu bildirir. Asta, cəsarətlə, tez-tez və s. Məsələn, asta yeriyirdi, cəsarətlə danışırdı, tez-tez yürürdü və s. bu cür. İkinci, yer zərfi hərəkətin harada baş verdiyini bildirir. Məsələn, yuxarı qalxdı, irəli etdi, aşağıda oturmuşdu, qabaqda gedirdi. Burada da yuxarı, irəli, aşağıda, qabaqda və s. yer zərfləridir. Zaman zərfi hərəkətin nə vaxt, nə zaman olduğunu bildirir. Dünən, indi, sabah. Məsələn, dünən yağış yağdı, indi dərs edirəm, sabah gəzintiyə gedəcəm. Dördüncü, miqdar zərfi hərəkətin miqdarını bildirir. Az, çox, bir qədər və s. miqdar zərflərdir. Məsələn, az yemək yedim, çox oxudum, bir qədər gəzdim və s. İndi isə gəlin 4-cü sinif Azərbaycan dili dərsliyinə B tapşırığına baxaq. Sual bildirən sözləri uyğun zərflərlə əvəz edib cümlələri köçürün. Burada zərflər verilib: dünən, həmişə, bir qədər, qəflətən, təəccüblə, yuxarı. Biz bu zərfləri cümlədəki suallarla əvəz edib yerinə qoymalıyıq. Videonu dayandırıb özünüz cavablayıb sonra cavabları yoxlaya bilərsiniz. Gəlin baxaq. Əli baxdı. Necə baxdı? Təəccüblə baxdı. Burada hərəkətin tərzini bildirir. Necə, nə cür baxdığını. İkinci cümlə. Körpə qəflətən yıxıldı. Qəflətən yıxıldı. Burada da hərəkətin tərzini bildirir. Üçüncü.
O dünən sərgiyə getdi. Nə vaxt getdi? Dünən. Burada isə hərəkətin nə zaman icra olunduğunu bildirir. İdmana həmişə birlikdə gedirik. Nə vaxt? Həmişə. Burada da hərəkətin zamanını bildirir. Biz liftlə yuxarı qalxdıq. Hara qalxdıq? Yuxarı qalxdıq. Burada hərəkətin yerini bildirir. Siz parkda bir qədər gözlədiniz. Nə qədər gözlədiniz? Bir qədər gözlədiniz. Burada isə hərəkətin miqdarını bildirir. Demək, təəccüblə, qəflətən, dünən, həmişə, yuxarı və bir qədər işlənmiş zərflərdir. C tapşırığına baxaq. Aşağıdakı zərfləri cümlələrdə işlədin. Gəlin bu sözləri cümlələrdə işlədək. Şəhidlər torpaq uğrunda qəhrəmancasına vuruşdular. Necə vuruşdular? Qəhrəmancasına. Burada da hərəkətin tərzini bildirir. Uşaqlar dağa çatmaq üçün daha da irəli getdilər. Hara getdilər? İrəli getdilər. Burada hərəkətin yerini bildirir. Körpə yatdığına görə otaqda hər kəs yavaş danışırdı. Necə danışırdı? Yavaş danışırdı. Burada da yavaş tərz hərəkət zərfidir. Biz filmi sakitcə izlədik. Necə izlədik? Sakitcə. Sakitcə də tərzi hərəkət zərfidir. Bayaq güclü yağış yağırdı. Nə vaxt? Bayaq. Burada isə hərəkətin zamanını bildirir, yəni bayaq zaman zərfidir. O pilləkəndən aşağı düşdü. Hara düşdü? Aşağı. Burada isə hərəkətin yerini bildirir, aşağı yer zərfidir. Bu mövzu barədə dəfələrlə müzakirə etmişik. Nə qədər müzakirə etmişik? Dəfələrlə. Burada isə hərəkətin miqdarını bildirir. Dəfələrlə, yəni burada miqdar zərfi kimi işlənmişdir. C tapşırığına baxaq. Hansı cümlədə xeyli sözü hərəkətin miqdarını bildirir? Süfrədə xeyli meyvə var. Burada xeyli sözü ismə aiddir, yəni meyvəyə, meyvənin miqdarını bildirir, ismin. Hərəkətə aid deyil. Ona görə xeyli sözü burada say kimi işlənmişdir. Elvin bu səhər xeyli qaçdı. Xeyli qaçdı. Burada xeyli sözü qaçmaq, hərəkətə, feilə aiddir. Əgər hərəkətə aiddirsə, bəli, bu zərfdir. Hərəkətin miqdarını bildirir. Gəlin fərqləndirək. Gülay gözəl oxudu. Sara gözəl don geymişdi. Hər iki cümlədə gözəl sözü verilmişdir. Lakin birinci cümlədə gözəl sözü oxumaq, feilə, hərəkətə aiddir. İkinci cümlədə isə gözəl don ismə aiddir, hərəkətə aid deyil. Demək, cümlədə bəzi ad, əlamət, say bildirən sözlər hərəkətə aid olduqda zərf hesab edilir. Digər hallarda isə digər nitq hissələri hesab edilir. Zərf sayılmır. Gəlin bir daha baxaq. Gülay gözəl oxudu. Oxumağa aid olduğuna görə burada gözəl tərzi hərəkət zərfidir. Sara gözəl don geyinmişdi. Burada gözəl sözü dona aid olduğuna görə gözəl sözü burada zərf yox, sifət kimi işlənmişdir. D tapşırığına baxaq. Hansı cümlələrdə fərqləndirilmiş sözlər zərfdir? Yaxşı oğulla fəxr edirlər. Yaxşı oğul. Burada oğul isim olduğuna görə biz demişik ki, zərflər feilə aid olmalıdır, hərəkətə aid olmalıdır. Burada isə yaxşı oğul ismə aid olduğuna görə yaxşı sözü burada sifət kimi işlənib. Arif imtahana yaxşı hazırlaşıb. Yaxşı hazırlaşmaq hərəkətə aid olduğuna görə bəli, burada yaxşı sözü tərz hərəkət zərfidir. Gecə gündüzdən sərin olur. Nə? Gecə. Burada gördüyümüz kimi nə sualına cavab verir? Bəli, bu isimdir. Kəndə gecə çatdıq. Nə vaxt çatdıq? Nə zaman? Gecə. Burada isə gecə sözü zaman zərfi kimi işlənmişdir. Nəticə. Yadda saxlayaq uşaqlar. Zərf feilə aid olur. Hərəkətin necə, harada, nə vaxt, nə qədər icra olunduğunu bildirir. Və zərflər danışığa rəng, canlılıq qatır. Bugünlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkürlər.